Qidalanma dedik önəmlidir. Bəli. Bərabərində də sağlamlıq önəmlidir. Yəni biz sağlamlığımıza fikir veririk, amma qidalanmamıza fikir vermirik. Ümumiyyətlə sağlamlıq, sağlam həyat tərzi dedikdə bura bir çox amillər daxildir. İlk öncə normal həyat şəraiti, daha sonra normal yuxu rejimi, vaxtında balanslı qidalanma. Əgər pis vərdişlər varsa bundan uzaq olma və paralelində aktiv həyat tərzi. Bu əgər parametrlər yerindədirsə, belə deyim ki, sağlamlıqdan danışmaq olar. Əgər burada hər hansı bir parametr qırılıbsa, artıq o belə deyim ki, zəncir pozulmuş olur. Təbii ki, sağlamlıqda balanslı qidalanma önəmlidir. Biz hər zaman dietoloqlar, həkimlər onu qeyd edirik ki, yaxşı qidalanma yox, düzgün qidalanma önəmlidir. Düzgün qidalanma nədir? Orqanizmin ehtiyacı olduğu miqdarda makro və mikronutriyentləri qəbul etmək. Nədir makronutriyentlər? Yağ, zülal, karbohidrat, mikronutriyentlər isə vitamin və minerallardır. Çünki orqanizmin böyüməsi, inkişafı, eləcə də həyati funksiyalarının yerinə yetirilməsi üçün kənardan qida qəbulu önəmlidir. Çünki bu prosesləri həyata keçirmək üçün bizə enerji lazımdır. Əgər bu enerji ilə biz təmin olunmuruqsa, bir müddətdən sonra artıq bədəndə bir belə deyim ki, defisit yaranacaq. Ondan dolayı da əgər kalori ehtiyacını biz ödəyə bilmiriksə, başlayır orqanizm əzələləri sərf eləməyə. Bu da belə deyim ki, xoşa gəlməyən bir hadisədir.